CBC FM-də Mədəniyyət Dalğası efirdədir. Hər vaxtınız xeyir olsun. Mən Şahin Tayfunun təqdimatında yeni ilin ilk efirini dinləyirsiniz. Biz ötən il 2025-ci ildə baş verən bütün forumları, festivalları, tədbirləri çalışdıq ki, sizə çatdıraq. 2025-ci ildə nələr oldu? 2026-cı ildə nələr olacaq? Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya Şöbəsinin müdiri Aynur Kərimova qonağımızdır. Bu mövzuda söhbət eləyəcəyik. Aynur xanım, xoş eşitdik, xoş gördük sizi. Necəsiz? Xoş gördük. Sizin də bayramlarınız mübarək. Bu il ərzində bizim Mədəniyyət Dalğası platforması artıq çox ciddi bir mədəniyyət platformasına, səsi eşidilən, izlənilən və debatlara səbəb olan bir platformaya çevrildi. Bununla bağlı da mən sizi təbrik edirəm. Təşəkkür edirəm, çox sağ olun. Aynur xanım, 2025-ci ildə olan tədbirləri burada səsləndirdik. Hətta bir dəfə qonağımız siz də oldunuz. Burada telefon bağlantısı ilə sizlə də danışdıq və sizcə 2025-ci il mədəniyyət sahəsi üçün hansı əsas hadisələrlə və dönüş nöqtələri ilə yadda qaldı? Çox gözəl. Mən ümumiyyətlə bu verilişi çox sevirəm. Nə üçün? Çünki siz öncədən bir sualın strategiyasını, söhbətin strategiyasını qurursunuz və bunu inkişaf etdirmək çox maraqlı olur. Ötən il bizim üçün keçid bir nöqtəsi oldu və bu keçid nöqtəsi siz dediyiniz kimi tədbirlər yox. Mənə elə gəlir ki, biz artıq nə edirik yox, nəyi edirik sualına cavab veririk və necə edirik. Yəni biz heç vaxt istəməzdik ki, bizi belə bir pozisiya ilə qiymətləndirilsin ki, bu tədbirlər edən bir qurumdur. Yox, biz daha çox bunun strategiyasını həyata keçirən, gerçəkləşdirən bir qurumuq və bu onunla yadda qaldı ki, biz artıq bu mexanizmləri işləməyə başladıq və əsas dönüş nöqtələrindən biri oydu ki, biz əsas bir neçə fəaliyyət istiqaməti ilə bağlı çox ciddi həm institusional, həm idarə etmə dəyişiklikləri etdik. Məsələn, kino sahəsi, siz özünüzdə yaxınsınız bu sahəyə. Kino sahəsi ilə bağlı, audiovizual sahə ilə bağlı qanunvericilikdə bir neçə ciddi dəyişikliklik əmələ gəldi. Bu həm möhtərəm cənab prezidentin sərəncamı ilə, eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə kəşribə etdirilən bir çox vacib, lazımlı, işte demək, kinonun idarə olunması üçün çox önəmli bir proses həyata keçirildi. Bu o deməkdir ki, Azərbaycanda çəkilişlər həyata keçirən hər bir xarici şirkət daha sonradan onun müəyyən bir hissəsinin xərclərini geri ala bilər ki, bu da böyük bir stimuldur. Əslində çox böyük bir stimuldur. Və bu il həm də çoxlu kino premyeralardan yadda qaldı. Yəqin siz özünüz də iştirak etmisiniz, sanki yoxsa. Sonra Mirzə Qədim İrəvani ilə bağlı filmlərin, daha sonra dalbadal 44 günlük Vətən müharibəsi ilə bağlı filmlərin və çox oyun elə qürurla baxdım bu statistikaya ki, bizim 15-20-yə yaxın sənədli bədii filmlərdir ki, bizim böyük qələbəmizə həsr olunub ki, bu da çox vacib mesajlardan biridir. Daha sonra biz beynəlxalq aləmdə də, məhz kino sahəsində çox uğurla təmsil olduq. Məsələn, elə Hilal Baydarovun Boşluğa xütbə filmi idi. Bu çox ciddi Berlin Biennalesində müsabiqədən kənar, yəni bu siyahıya çox kifayət qədər istedadlı, talantlı və dəyərli filmlər əlavə olunur. Həmin o və bunu professionallar, ekspertlər izləyirlər bu filmi. Həmin o siyahıya daxil olundu, izləndi və çox gözəl də geri dönüşlər oldu. Aynur xanım, 2025-ci ildə sosial şəbəkələr və rəqəmsal platformalar mədəniyyətin təbliğində nə dərəcədə bir effektiv bir alətə çevrildi və bu sahədə hansı yeniliklər tətbiq olundu? Çox gözəl sualdır. Əslində bu bir alət deyil. Artıq bu mədəniyyətin özünün platformasıdır. Artıq mənə elə gəlir ki, mədəniyyət bu sosial platformalardan başlanmalıdır və mədəniyyəti buradan təbliğ etməlidir. Və elə bununla bağlı, məsələn, çox bir mənalı qarşılamayan Azərbaycanda sosial şəbəkələr var, TikTok şəbəkə məsələn. Bax, bizim elə 2015-ci ilin ortağında Novruz bayramı ərəfəsində belə bir proyekt biz layihə elan etdik. Novruz ili ilə bağlı, Novruzun keçirilməsi ilə bağlı və təsəvvür edirsin, yəni burada ideya nədir? Həmin o məzmunu kifayət qədər belə sel kimi çox böyük bir məzmun var və o məzmunun içərisinə keyfiyyətli məzmun, keyfiyyət rəng qatmağı üçün elə bax, həmin o Novruz müsabiqəsində 12 minə yaxın izləyici demək, məzmunu yükləndi ki, Novruzun keçirilməsi ilə bağlı və s. və ona görə də biz bu vurğuları qoymağa çalışırıq. Kino ilə bağlı, bizim milli musiqi ilə bağlı, bizim müasir musiqi ilə bağlı məzmun yaxşı məzmun yüklənməlidir və mən ümid edirəm ki, bu yaxşı məzmun haçansa daha neytral məzmunu hökmən üstələyəcək və
təbii ki, burada rəqəmsallaşmadan da bir söhbət aparmalıyıq. Bu ilin bizim uğurlarından biri My Culture demək platformasının Millinet 2025 müsabiqəsinə qalib gəlmək oldu. My Culture artıq tam elektron müraciətlərin, müxtəlif xidmətlərin yığıldığı bir mərkəz oldu və kifayət qədər bu uğurda dəyərləndirildi. Mən elə gəlir ki, yenə deyirəm, biz alət kimi yox, bu platformaları elə mədəniyyətin özü kimi istifadə etməliyik. Aynur xanım, mən özdə izləyirəm, çox aktivdir Mədəniyyət Nazirliyinin bütün sosial platforma hesabları demək olar ki, çox aktivdir. Daimi bütün tədbirlərlə bağlı, bütün yeniliklərlə bağlı, məlumatlarla bağlı paylaşımlar mütəmadi olur orada. Təşəkkür edirəm. Bu sizin professional baxışınız bizim üçün çox dəyərlidir və nəinki aktiv, biz artıq proaktiv olmaq mərhələsinə keçmişik. Yəni ki, məsələn bizim elə media və kommunikasiya şöbəsinin əsas məqsədlərindən biri proaktiv, yəni gündəm yaratmaq, mədəniyyəti öncədən anons etmək deməkdir. Yəni tədbir oldu, həmin günü nə isə yaymaq yox, bunu öncədən. Məsələn, bax bizim çox yaxşı bir təcrübədir. Uşaq İncəsənət Festivalının keçirilməsi ilə bağlı bu il boyu keçirilir və biz gənc istedadları tək paytaxtda yox, bizim regionlarda olan gənc istedadları üzə çıxarmaq onlar üçün şansdır əslində. İl boyu biz bax bunun kommunikasiyasını aparırıq. Hər bir proseslərin, yaxud nə bilim mədəniyyət təhsili ilə bağlı. Bu kommunikasiya hamısı gedir və burada əsas sir gündəm yarada bilməkdir, proaktiv olmaqdır ki, siz də bunu düzgün qeyd etdiniz ki, biz bu strategiyanı tuturuq. Aynur xanım, ötən il bir sıra ölkələrlə mədəni əməkdaşlıqlar quruldu və bu mövzular ictimaiyyətlə də müzakirə elədik burada. 2026-cı ildə bu beynəlxalq mədəni əməkdaşlıqların davamı və daha da genişlənməsi gözlənilirmi? Əlbəttə, yəni ki, əslində 2025-ci il çox bir neçə uğurlu bizim belə çox kifayət qədər ictimai fikrə təsir edən tədbirlərlə yadda qaldı, strategiya ilə yadda qaldı. Bunun əsası da mədəniyyət elçilərinin forumu idi. Bu ilk dəfə bu formatda keçirirdi. Biz bunu demək, diasporalı iş qurumları ilə birlikdə eləyirdik və burada mən gördüm ki, Azərbaycan mədəniyyəti və onu təmsil edən insanlar nə qədər fərqli, nə qədər rəngarəng və nə qədər talantlıdırlar. Biz bunu Antalyada toplaşdıq. Yəni ki, həm türk coğrafiyası baxımından, həm ünsiyyət baxımından daha rahat bir yerdir və Mədəniyyət Elçiləri Forumunda kifayət qədər geniş və maraqlı ideyalar səsləndi və bu bizə bir 25-ci, 26-cı il üçün çox yaxşı bir yol xəritəsi verdi. Nələri inkişaf elətdirməliyik və biz artıq Azərbaycan mədəniyyəti dünya beynəlxalq arenada çox güclü səs kimi eşidilməyə başladı. Biz kifayət qədər ciddi platformalarda bizim həm rəhbərlik təmsil olunur, bizim demək əməkdaşlar təmsil olunur və onlar artıq Azərbaycanın mədəniyyət strategiyasının elçiləri kimi çıxış edirlər, öz ideyalarını verirlər. Yəni sırf Azərbaycandan qaynaqlanan beynəlxalq aləmdə görülən ideyalar da var. Aynur xanım, bəs xarici mediada Azərbaycan mədəniyyəti ilə bağlı ən çox diqqət çəkən məqam hansı idi sizin üçün? Xarici media maraq kifayət qədər böyükdür. Məsələn, Euronews kanalı bizim işğaldan azad olunmuş ərazilərdə kifayət qədər çox çəkilişlər apardı, reportajlar oldu və bu da çox qürur vericidir. Eyni zamanda İtaliyanın bir çox məşhur radio kanalında Üzeyir Hacıbəylinin yubileyi ilə bağlı bizdə çox geniş tədbirlər aparıldı. Radio klassikada bəli və Üzeyir Hacıbəyev səsləndi və özünüz bilirsiniz İtaliya musiqisi, İtaliya mədəniyyəti o yüksək zövq anlayışıdır. Və orada Üzeyir Hacıbəylinin əsərlərinin səslənməsi əslində simvolik idi və mən qeyd etmək istəyirəm ki, biz Avropa və Türk coğrafiyası məkanında bizim mədəniyyət mərkəzlərimiz də var və onların o mərkəzlərin fəaliyyəti də bu il qənaət bəxş oldu. Yəni biz onlara həmişə müəyyən istiqamətlər dedikdə deyirik ki, burada tədbir olunmalıdır. Layihə əsaslı, strateji əsaslı fəaliyyət həyata keçirilməlidir və məsələn Viyanada ilk dəfə olaraq Üzeyir Hacıbəylinin Arşın Malalan demək əsəri məhz Viyanalı teatr tərəfindən modern bir üslubda təqdim olundu ki, yəni bu da əslində böyük bir uğurdur. Hətta yadımdadır ki, Radio Klassikanın musiqi ekspertləri çox Üzeyir Hacıbəylinin yaradıcılığından çox danışdılar. Bu əsərin necə möhtəşəm bir əsər olduğunu dəfələrlə vurğuladılar orada. Bəli, çünki Üzeyir Hacıbəyli dühadır, gerçəkdən dühadır və onun hər bir
əsəri, hər bir nə bilim musiqi parçası, bunlar hamısı tədqiqat olunmalı və olunmalıdır və əsas odur ki, Üzeyir Hacıbəyovun əsərlərində Azərbaycan kodları gizlidir. Azərbaycan milli özünə dərki, Azərbaycan milli identifikasiyası gizlidir. Aynur xanım, gənc auditoriyanın mədəni proseslərə cəlb olunması baxımından 2025-ci il hansı nəticələri göstərdi? Gənc auditoriya bizim əsas vuran əlimizdir deyə bilərik, yəqin ki, daha belə sadə ifadə etsək. Çünki gənc auditoriya artıq onun dili ilə danışan bir mədəniyyət strategiyası istəyir və elə bayaq adını çəkdiyim həmin o Uşaq İncəsənət Festivalıdır ki, Azərbaycanın bütün regionlarını əhatə etdi və biz gördük ki, nə qədər mədəniyyətə bağlı, mədəniyyəti sevən insanlar var və mədəniyyətlə, kreativ sənətlərlə maraqlanan adamlar əslində gələcəyin peşəsinə malik olan insanlardır. Çünki bildiyiniz kimi artıq bizim ətrafımızda bütün proseslər avtomatlaşdırılır, nə bilim, süni intellektin imkanlarından yararlanırıq və burada artıq ali üst nə olmalıdır? İnsan zəkası, yaradıcı insan zəkası və təbii ki, bizim gənclər də bu zəkanın göstəricisi olaraq sənətlə məşğul olurlar. Sənət isə təbii ki, həmişə humanizmdir, sənət həmişə çox gözəl mesajlardır, sənət həmişə əbədi, daimi qalan bir nəsnədir. Aynur xanım, təşəkkür edirəm və dinləyicilərimizə xatırlatmaq istəyirəm ki, Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova qonağımızdır. Aynur xanım, ötən il biz burada sizinlə söhbət edəndə bu masada yadımdadır ki, sizin əvvəl olan radio layihələrinizdən söhbət eləmişdik, mövzu açmışdıq və bu il, daha doğrusu ötən il üçün, 2025-ci il üçün yenidən radioya qayıtmağınızı söyləmişdiniz, artıq anonsunu vermişdiniz. Və 2025-ci ildə Danışır Mədəniyyət layihəsi ilə yenidən radioya qayıtdınız. Bəli. İllər sonra bu radioda olmaq necə bir hiss idi? Çox gözəl hissdir. Biz sizinlə, bizim vətənimiz radiodur. Gerçəkdən radio bir platforma kimi mənim ən sevdiyim məkanlardandır. Çünki çox səmimidir, çox düzgündür. Orada heç vaxt hansısa bir yanlış nöqtələrə yol vermək mümkün deyil. Çünki izləyici, dinləyici o saat onu anlayır. Və bu il ərzində bir hardasa hər həftə mən çıxmaq imkanım oldu və burada biz Azərbaycan mədəniyyətinin dəyərli simalarını dəvət etdik və mədəniyyətin strategiyasını danışmağa başladıq. Bu gözəl bir hiss idi gerçəkdən. Çünki onlarla danışanda sən canlı olaraq mədəniyyətin o güclü hissələrini, zəif hissələrini hiss eləyirsən və çox yaxşıdır ki, bu platformaya artıq maraqlanan, onda iştirak etmək istəyən kifayət qədər çox müsahiblər var və elə burada ideya doğdu. Mən növbəti verişlərdən birini sizi dəvət etmək istəyərdim. Məhz mədəniyyət yaradıcısı kimi, kontent yaradan bir insan kimi hökmən yəqin ki, yanvarın sonlarına mən istəyərdim ki, sizi də bir müsahib kimi görüm. Xoş olardı. Aynur xanım, illər sonra yenidən qayıtdınız və illərin aparıcısı olaraq sizin cavabınız maraqlıdır. Yəni illərin jurnalisti olaraq son illər efirlərdə tamaşaçı ilə ünsiyyət dili necə dəyişib? Çünki siz artıq bir neçə il efirdə olmadınız və yenidən qaydanda hansı dəyişikliklər sezdiniz? Çox gözəl sualdır. Əslində biz monoloq kimi, yəni siz özünüz də yəqin bunu istəyirsiniz, biz monoloq kimi çıxış eləyirdik. Çünki geri nə vaxt gələcək, o geri dönüş bilmirdik. Amma indiki tamaşaçı çox, izləyici çox interaktivdir və çox fəaldır. Anında sənə reaksiya verər. Artıq biz bunu dialoq formatına keçirmişik. Bu da çox maraqlıdır. Yəni həmin anda və məndə efir canlı getdiyi üçün mən canlı efiri çox sevirəm. Siz də adətən canlı efirin spontanlığı, simultanlığı çox maraqlıdır. Və həmin o canlı efirdə sənə istənilən reaksiya gələ bilər. Bu da çox yaxşı bir challenge deyirlər də, yaxşı bir fürsətdir. Aynur xanım, təşəkkür edirəm. Bir daha bayramınızı təbrik edirəm. Çox sağ olun. Mən də sizə uğurlar arzu edirəm ki, bu platforma çox az zamandan sonra bir beynəlxalq səviyyəli platforma olsun və biz də bununla qürurlanaq. Təşəkkür edirəm. Dinləyicilərimizə xatırlatmaq istəyirəm ki, qonağımız Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova idi. Biz də bütün komandamız adından xalqımıza sülh, sevgi və yaradıcılıq dolu bir 2026-cı il arzuluyuruq. Qoy bu il həyatınızda yazmaq, yaratmaq və sevgi dolu anlarla yadda qalsın. Sağ olun, sağlıqla qalın.